صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. اللهم صل على أعوذ بالله من الشيطان اللعين الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيد الأنبياء والمرسلين، حبيبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين. قال الله الحكيم في محكم كتابه الشريف: بسم الله الرحمن الرحيم. إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجا فسبح بحمد ربك واستغفره إنه كان توابا. صدق الله العلي العظيم. السلام عليكم ورحمة الله وبركاته. Usikum və nəfsi bi təqvallah. Cümə günümüz mübarək olsun. Özümə və sizə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Allah bizləri cümənin feyzindən, fəzilətindən, savabından binəsib eləməsin. Allah zəmanə imamımızın zuhurunu təcil eləsin və bizi o həzrətə xidmətçi qərar versin. Artıq Şaban ayının sonuncu cüməsini yaşamaqdayıq və Şaban ayının sonuncu cüməsi Şaban ayının cümələrinin içərisində ən fəzilətli günlərdən biridir. Və Peyğəmbər sallallahu aleyhi və aleyhi səlləmin Şaban ayının sonuncu cüməsində ümmətə gözəl bir xütbəsi var ki, Allah ayına, mübarək Ramazan ayına daxil olmamışdan qabaq Peyğəmbər sallallahu aleyhi və aleyhi səlləm bu xütbəni ümmətin qarşısında etmişdir. Mən istəyirəm ki, o xütbədən bəzi yerləri siz əzizlərin nəzərinə çatdırım ki, həqiqətən də Peyğəmbər sallallahu aleyhi və aleyhi səlləm üzümüzə gələn mübarək ayın əzəmətini və fəzilətini və onun dəyərini çox gözəl bir qaydada və formada bizlərə çatdırır ki, həqiqətən də insan Ramazan ayının dəyərini başa düşsəydi, birinci duası bu olardı ki, bizim bütün ilimizin aylarını Allah bizi üçün Ramazan qərar versin. Çünki Ramazan ayı Qur'anın bahar ayıdır. Ramazan ayı ümmətin bağışlanmaq ayıdır. Ramazan ayı paylaşma ayıdır. Ramazan ayı başqalarını başa düşmə ayıdır. Ramazan ayı itaət ayıdır. İmam Baqir əleyhissalam buyurur ki, sizə elə bir ay daxil olacaq ki, o ayda Allah subhanahu və taala bütün rəhmətini və məğfirətini öz bəndələrinə nazil eləyir. Və mən istəyirəm İmam Rıza əleyhissalamdan rəvayət olunan ki, İmam Rıza əleyhissalam özü rəvayət eləyir bunu. Buyurur ki, İmam Əli əleyhissalam buyurdu ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi səlləm Şaban ayının sonuncu cüməsində bizlərə bu cürünə xütbə elədi. Əyyuhənnas, innəhu qəd əqbələ iləykum şəhrullahi bil bərəkəti və rəhməti və məğfirə. Ey insanlar, bilin ki, sizə elə bir ay üz tutur ki, öz rəhməti ilə və məğfirəti ilə və bərəkəti ilə boldur. Şəhrun huvə indallahi əfzalü şuhur. Və bu ay elə bir aydır ki, Allahın yanında ən fəzilətli aydır. Və əyyəmuhu əfzalül əyyəm. Və günləri ilim bütün günlərindən daha fəzilətlidir. Və ləyəlihi əfzalül ləyəli. Və bu ayın gecələri ilim başqa gecələrindən daha fəzilətlidir. Və saatuhu əfzalus saat. Və bu ayın bütün saatları başqa saatlardan daha qiymətlidir. Huvə şəhrun du'itun fihi ilə ziyafətillah. Bu elə bir aydır ki, bu ayda siz Allah qonaqlığına dəvət olunmusunuz. Və cu'iltum fihi min əhli kəramətillah. Və bu ayda Allah sizi kəramət əhlindən qərar verib. Ənfasukum fihi təsbih. Bu ayda aldığınız hər bir nəfəs Allah yanında zikr hesab olunur, təsbih hesab olunur. Və nawmukum fihi ibadə. Bu ayda yuxularınız belə ibadət hesab olunur.
və əməlukum fihi məqbul. Bu ayda sizin elədiyiniz hər bir əməl məqbuldur. Və duaukum fihi müstəcab. Bu ayda elədiyiniz hər bir dua müstəcabdır və qəbuldur. Fəs'alullaha rabbakum bin niyyatin sadiqə. Bu ayda Allaha düzgün niyyətlərlə, saf niyyətlərlə yaxınlaşın. Və qulubun tahirə. Bu ayda öz qəlbinizi təmizləyin. Ən yuvaffiqu li siyamihi. Allahdan istəyin ki, Allah bu ayın vacibi ibadəti olan orucu tutmaqda sizləri müvəffəq eləsin. Və tilavəti kitabihi. Və bu ayda Allahın kitabını oxumaqda Allah sizi müvəffəq eləsin. Fəinnəş-şəqi mən hurməğufranillahi fi hada şəhril azim. Bədbəxtdir o şəxs ki, bu ayda özünü bağışlatdıra bilmir. Vəzkuru bi cu'ikum və atshikum fihi cu'ul yawmal qiyamati və atshih. Bu ayda oruc zamanı keçirdiyiniz aclıq və susuzluqla qiyamət gününün aclığını və susuzluğunu yad eləyin, xatırlayın. Və tasaddaqu ala fuqaraikum. Bu ayda fəqirlərə yardım eləyin, onlara sədaqə verin. Və məsakinakum. Və miskinlərə yardım eləyin, onları yaddan çıxartmayın. İmam Sadiq əleyhissalam buyurur ki, Allah orucu ona görə vacib eləyib ki, insanlar kasıbların və imkansızların aclığını hiss eləsinlər. Və vaqqiru kibarakum. Bu ayda böyüklərə hörmət eləyin. Varhamu sigarahum. Bu ayda kiçiklərə rəhm eləyin, güzəşt eləyin. Vasilu arhamakum. Bu ayda qohumlarla əlaqəni bərpa eləyin, qohumlarla əlaqə saxlayın. Vahfazu alsinatakum. Bu ayda öz dilinizi Allahın haram buyurduqlarından saxlayın. Qeybətdən, böhtandan, söyüşdən qoruyun. Və qaddu amma la yahillun nazaru ilayhi absarakum. Bu ayda Allahın sizin üçün haram elədiyi baxışlardan gözlərinizi qoruyun. Və amma la yahullul istima' ilayhi asma'akum. Bu ayda Allahın sizin üçün eşitməyini haram elədiyi eşitməklərdən qulağınızı qoruyun. Və tahannanu alal aytamin nas. İnsanların yetimlərinə mərhəmət eləyin. Yutahannanu ala aytamakum. Öz yetimlərinizə, öz yaxınlarınızda olan kimsəsizlərə nə cür rəhm eləyirsinizsə, onlara güzəşt eləyirsinizsə, başqalarının imkansızlarına, yetimlərinə də o cürünə güzəşt eləyin. Və tubu ilallahi min zunubikum. Bu ayda günahlarınızdan tövbə eləyin. Varfa'u ilayhi aydiyakum bid-du'a. Bu ayda əllərinizi duaya qaldırın. Fi awqati salatikum. Namaz vaxtlarında. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm bizə bir ayda qarşıya gələn Ramazan ayında eləməli olduqlarımızı öyrədir. Bu ayda namaz vaxtlarında əllərinizi səmaya qaldırıb dua eləyin. Və fəinnəhə əfdalus saat. Ona görə ki, bu ayın namaz vaxtları bu ayın içərisində ən fəzilətli vaxtlardır. Və bu ayda dualar daha çox qəbul olar. Və yanzurullah əzzə və cəl fiyhə bir rəhməti ilə ibadihi. Allah subhanahu və teala bu ayda öz bəndələrinə rəhmət nəzəri ilə nəzər eləyər. Və yucibuhum izə nəcəvhu. Əgər ondan nəsə istəsələr, onu onlara əta eləyər. Və yuləbbihim izə nadahu. Kim ondan nəsə istəsə, onun nidasına, onun istəyinə cavab verər. Və yu'tihim izə səaluhu. Ondan kimsə nəsə istəsə, onu ona əta eləyər. Və yəstəcibu ləhum izə dəavhu. Bu ayda kim Allahdan nə dua istəsən, eləsə, Allah onun duasına icabət eləyər. Və ardınca Peyğəmbər sallallahu aleyhi və aleyhi səlləm xutbəsinin ardınca bu cür nə buyurur ki, Əyyuhən nas, İnnə ənfasakum mərhunə bi a'malakum. Biləsiz ki, sizin nəfisləriniz öz əməllərinizin girovundadır. Fəfəkkuha bi istiğfarikum. Onu istiğfarla aradan qaldırın. İnsanın bədbəxtliyi, insanın uğursuzluğu, insanın bir yerə gedib müvəffəq olmaması onun günahlarının sayəsindədir. Ona görə insan istiğfarla o bütün düyünləri aça bilər. Və ardınca Peyğəmbər sallallahu aleyhi və aleyhi səlləm bu cür nə buyurur ki, və zuhurakum thəqilə min əvzarikum. Biləsiz ki, boyunlarınızda günahın ağırlığı var.
Və xəffifu anha bituli sucudikum. Bu ayda uzun səcdələr eləməklə öz boynunuzda olan günahların ağırlığını aradan qaldırın. Və va'lamu annallaha aqsama bi'izzatihi. Biləsiz ki, Allah öz izzətinə və cəlalına and içib, "Ən la yu'azzibul musallin ve's-sacidin." Allah namaz qılanlara və səcdə edənlərə əzab verməz. "Və ən la yurabbi'ahum bin-nar." Və onlara cəhənnəm atəşi üz tutmaz. "Yevme yaqumun-nasu li-rabbil alamin." Qiyamət günündə onlar Allahın əzabından, ilahi əzabdan amandadırlar. "Eyyuhan-nas, men fattara minkum sa'iman mu'minan fi hada-şehr." Kim bu ayda bir mömin qardaşına iftar verərsə, "Kana lahu bizalika anhu indallahi itqun nasama." Bilsin ki, Allah yanında bir qul azad etmiş hesab olunar. "Və məğfiratun lima məda min zunubihi." Bu ayda kim mömin qardaşına iftar verərsə, onun bütün elədiyi günahlar bağışlanar. Fəqilə ya Rasulallah. Və Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin səhabələrindən bir dəstəsi Peyğəmbərə bu cür nə dedilər ki, ya Rasulallah, fəleysə kulluna yaqdiru ala zalik. Bizim imkanımız yoxdur mömin qardaşımıza iftar verək. Biz o imkanın sahibi deyirik. Və fəqalə sallallahu aleyhi və aleyhi və səlləm. Peyğəmbər cavab verdi. Buyurdu ki, İttəqun nar vələv bişiqqit tamərə. Bir xurma dənəsi ilə də olsa, özünüzü cəhənnəm atəşindən xilas eləyin. Və ittəqun nar biləv bişərbətin min mah. Bir stəkan su verməklə belə özünüzü bu savabdan qırağa saxlamayın. Eyyuhannas, mən həssənə minkum fi hədəş-şəhr xuluquhu. Bu ayda kim öz əxlaqını düzəldərsə, əxlaqına nəzər eləyərsə, diqqətli olarsa özündə, kənə ləhu cəvazən aləs-sirat yevmə tuzallu fihil aqdam. Bilsin ki, qiyamət günündə ayaqların titrədiyi sirat körpüsündə onun ayaqları titrəməz. Və mən xəffəfə fi hədəş-şəhr amma mələkət yəminəhu, xəffəfəllahu aleyhi hisabəhu. Kim bu ayda bütün bu ayın ehtiramını saxlayarsa, Allah qiyamət günündə onun hesabını yüngül eləyər. Və mən kəffə fi şərrihi kəffəllahu anhu qəzəbəhu yevmə yəlqah. Kim bu ayda öz qəzəbini boğarsa, Allah qiyamət günündə o bəndəsinə qəzəblə baxmaz. Və mən əkrəmə fihi yetimən. Bu ayda kim bir yetimə yaxşılıq eləsə, əkrəməhullahu yevmə yəlqahu. Allah da ona qiyamət günündə elədiyi yaxşılığın əvəzini ona qaytarar. Və mən vasələ fihi rahiməhu. Kim əgər bu ayda qohumları ilə əlaqə saxlayarsa, vəsələhullahu bi rahmətihi. Allah ona qiyamət günündə dadına çatar. Onu ilə xüsusi bir irtibat yaradar, əlaqə saxlayar. Və mən qattəhə fihi rahiməhu. Kim bu ayda öz qohumları ilə əlaqəni kəsərsə, qatta'allahu anhu rahmetahu yevmə yəlqah. Allah qiyamət günündə ondan öz rəhmətini kəsər. Və mən tatavva'a fihi bi salatin. Kim əgər bu ayda namazlarına diqqətli olarsa, kataballahu lahu bara'atun minan-nar. Allah onun üçün cəhənnəm atəşindən amannamə verər. Və ardınca Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm bizi üçün bir əməl barəsində də danışır. Buyurur ki, eyyuhannas, İnnə əbvəbəl cənnətil cinan. İnnəl əbvəbəl cinan fi hədəş-şəhr mufattahətun. Biləsiz ki, bu mübarək ayda cənnətin qapıları açılar. Vəs'alu rabbakum an la yuğalliqha ankum. Allahdan istəyin ki, o qapıları sizin üzünüzə bağlanmasın. Və əbvəbən niran muğallaqatun. Fəs'alu rabbakum an la yufattiha aleykum. Biləsiz ki, bu ayda cəhənnəmin qapıları bəndələrinin üzünə bağlanar. Allahdan istəyin ki, cəhənnəmin qapıları sizin üzünüzə açılmasın. Və şeyatin məğlulə. Bu ayda şeytan zəncirlənər. Fəs'alu rabbakum an la yusallitha aleykum. Allahdan istəyin ki, Allah o şeytanlar ki, sizə hücum eləyirlər, vəsvəsə eləyirlər, onları sizin üzərinizə təzədən düşməsinlər. Və daha sonra Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm bizə burada ən gözəl duanı eləyir. Ən gözəl yolu öyrədir ki, cənnətin qapısı açıqdır. Cənnəti öz üzünə bağlayan da insandır. Cəhənnəmin qapıları bağlıdır. Cəhənnəmi özü üçün açan da insandır.
və şeytanı öz üzərinə salan da insandır. Ona görə insan bu məsələdə diqqətli olmalıdır. Və İmam Əli əleyhissalam buyurur ki, mən Peyğəmbər sallallahu aleyhi və aleyhi səlləmdən soruşdum. Ya Rasulallah, bu ayın ən fəzilətli əməli hansıdır? Ən fəzilətli əməl hansıdır? Çox əməllər saydıq və çox əməllər bilirsiniz, Quran oxumaq, namaz qılmaq, yardım eləmək, iftar eləmək. Və Peyğəmbər sallallahu aleyhi və aleyhi səlləm bu ayın ən fəzilətli əməlini bizə bildirir ki, o da oruc vasitəsilə bizə onun faydası daxil olur ki, Allah Quran-ı Kərimdə buyurur ki, Kutubə aleykumus siyam. Allah sizə orucu vacib elədi. Kəmə kutubə aləllezine min qablikum. Sizdən qabaqki ümmətlərə oruc vacib edildiyi kimi sizə də vacib edildi. Ləalləkum təttəqun. Bəlkə təqvalı olasınız. Orucun insana bəxş elədiyi ən gözəl libaslardan, ən gözəl xasiyyətlərdən biri insanın təqvasının artmasıdır, insanın təqvalı olmasıdır. Və ona görə Peyğəmbər sallallahu aleyhi və aleyhi səlləm İmam Əli əleyhissalamın bu sualının cavabında bu cür buyurur ki, bu ayın ən fəzilətli əməli Allahın haramından uzaq dayanmaqdır. Allahın halalına əməl eləməkdir və Allaha qarşı təqvalı olmaqdır. İnşallah Allah bizi üzümüzə gələn mübarək ayda əməlləri yerinə yetirməkdə müvəffəq eləsin. Allaha and verir izzətinə cəlalına. Allah Ramazan ayını bizi üçün məğfirət, rəhmət və bərəkət məxzəni qərar versin. Allaha and verir izzətinə cəlalına. Allah zəmanə imamımızın zuhurunu təcil eləsin. Allah o cənnətin qapısı ki bizim üzərimizə açılacaq, o qapılar bizim üzərimizə bağlanmasın. O cəhənnəmin ki qapıları bizim üzümüzə bağlanacaq, onlar bizim üzərimizə açılmasın. O şeytanlar ki bizim üzərimizdə vəsvəsə vasitəsilə. Mən çox şükür eləyirəm ki, Ramazan ayı daxil olandan sonra bəzi o şeytanlar ki var, bu günləri hicabdan danışırlar, bu günləri o əxlaqsızlığın arxasında dayanıblar, onu təbliğ eləyirlər, təşviq eləyirlər insanları. Allah o şeytanları o zəncirləsin ki, onlar bir ayda və bundan sonra da müsəlmanlara müsəllət olmasınlar. Allahın verir izzətinə cəlalına. Allah kimlər ki, Allahın halalı ilə oynayır, Allahın vacib əməllərini gözdən salmağa çalışır, Allah onları İnşallah hidayət eləsin. Əgər hidayətlərə qabiliyyətləri yoxsa Allah onları məhvunabud eləsin. Allah and verir izzətinə cəlalına. Allah xəstələrimizə şifa inayət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı, şifa mərhəmət eləsin. Allah heç bir ailə başçısını ruzi cəhətindən öz ailəsinin yanında baş aşağı qərar verməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.